Bakı ənənəyə sadiq olaraq küləyə qalib gəl marafonu ilə yenidən qarşınızdadır. Yüzlərlə özünü gənc hiss edən hər kəs özünü bu marafonda sınayacaq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən ənənəvi Bakı marafonu başa çatsa da yaşanan müsbət emosiyalar, maraqlı anlar hələ uzun müddət iştirakçıların yaddaşında qalacaq. Bu dəfəki marafon həm də rekord iştirakçı sayı ilə yadda qalıb. Küləyə qalib gəl şüarı ilə keçirilən yarışda 28 minədək iştirakçı qeydiyyatdan keçib. Marafon Azərbaycan vətəndaşları ilə yanaşı ölkəmizdə yaşayıb çalışan əcnəblər, həmçinin digər ölkələr, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstraliya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, Hindistan, İspaniya, İtaliya, Kanada, Niderland, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digərlərindən qoşulanlar oldu. Yürüşdə fiziki imkanları məhdud şəxslər və Down sindromlu uşaqlar da iştirak edib. Start və finiş nöqtələri Bayraq meydanı olan marafonun marşrutu Dənizkənarı bulvar, o cümlədən paytaxtın mərkəzi, küçə və prospektlərini, ümumilikdə 21 kilometrlik məsafəni əhatə edib. Küləyə qalib gəl şüarı ilə keçirilən marafonun qalibləri, kişilər arasında yarışın qalibi Türkiyəli Atac Sezgin olub. Ukraynalı Vitali Şafar finiş xəttini ikinci keçib. Birinci medalı isə Türkiyənin digər təmsilçisi Murad Əməkdar qazanıb. Qadınların mübarizəsində isə Ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusubova ikinci, Yaponiyalı atlet Eriko Samu üçüncü yerə layiq görülüb. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparıb. Kişi və qadın kateqoriyalarının hər birində birinci yerin qalibi 3000 azil, ikinci yerin qalibi 2000 azil, üçüncü yerin qalibi isə 1000 azil məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı da Bakı marafonu 2025-in medalları ilə mükafatlandırılıb. Bundan əlavə qadın və kişi kateqoriyası üzrə finiş xəttini ilk keçən tələbələr arasında gənc ol, eləcə də finiş xəttini ilk keçən ən yaşlı iştirakçı, finiş xəttini ilk keçən korporativ iştirakçı nominasiyalarında da mükafatlar təqdim edilib. Əvvəla salamlayıram sizi, təbrik eləyirəm. Ölkə olaraq, Bakı şəhər sakini olaraq bu günü çox səbirsizliklə gözləyirik və özəlliklə mən, çünki insanların bir araya gəlməsini, belə əhval-ruhiyyəsini hədsiz çox sevirəm. Hər gündə verilişimizdə çağırış edirik ki, gəlin bir olaq, küləyə qarşı mübarizə çox önəmlidir ki, sağlığımızın, səhhətimizin keşiyini qoruyacaq. Amma həmçinin də birlik çox önəmlidir. Ona görə bugünkü birliyimizə əhsən. Yarış artıq bir neçə ildir təşkil olunur və mən bir neçə dəqiqə bundan əvvəl Hollandiyalı bir tələbə ilə yan-yanaydım. O belə təəccübünü qeyd elədi ki, Avropada bir neçə ölkədə qaçış edir. Amma təşkilatçılıqdan heyrətə gəlmişdi. Məncə də hər il daha yaxşı olur. Bu il məncə əvvəlkilərdən həm iştirakçı sayına görə, həm də belə təşkilatçılıq baxımından çox daha yaxşıdır.